64 nömrəli test nümunəsi. Choose the line of nouns in the plural. Cəmdə olan isimlər sırasını seçin. Burada abituriyentlər ismin cəm forması ilə bağlı biliklərə sahib olmalıdır. A bəndi yanlışdır. Çünki burada piano isminin cəm forması es şəkilçisi ilə deyil, pianos şəklində düzələcək. B bəndi yanlışdır. Çünki burada foot isminin cəm forması fit şəklində verilə bilməz. Çünki a foot cəmdə fit olacaq və S şəkilçi qəbul edə bilməz. C bəndi yanlışdır. Burada optics ismi sayılmayan isimdir və təkdədir. Çünki sonu i-k-s şəklində bitən isimlər, elm, fən adları, oyun, idman növləri sayılmayan tək isimlərdir. D bəndi yanlışdır. Burada wolf isminin cəm forması S ilə düzələ bilməz. A wolf cəmdə wolves şəklində olmalıdır. Y bəndi doğrudur. Polis bu isim həmişə cəmdə olan isimdir. Və postman isminin cəm forması postman olmuşdur. Deməli doğru cavabımız Y bəndidir.